Herkese salam dostlar. Bu günlər sizlərlə birlikdə yay və oxu necə düzəldirlər, onu izahlı şəkildə sizə göstərəcəm. 2-3 gündə mən bu yayın və oxun üstündə işlər aparıram. Yəni ki, öyrənirəm, yəni məlumatlar alıram. Çünki mən maraqlı gəlir, bilmirəm sizə də maraqlı gəlir ya yox. Çox uzatmadan keçək videomuza. Dostlar, bizə heç lazım olan belə bir yayın təməlini quracağıq, yəni ki, burada. Bunu mən quru ağacdan düzəldəcəm. Lap da quru yox, biraz quru ağacdan. Hələ bu biraz əyilmişəm, buna əyilmişəm. Keçən gündür buna əyilmişəm ki, video çəkmək üçün. Ona görə də like atın, abunə olun. Biz də bunun hazırlanmasına keçək. Öncə bunun burasında belə bir şey var. Bunu məncə najovkadı nədə onu oynamaq lazım. Bu arada neçə vaxtı deyirdiniz ki, TikTok'da video atmışdım. Tam 160.000 baxış gəlmişdi videoya. Bu arada TikTok səhifəm Zentunar, yəni addan çıxdı. Baxa bilərsiniz. Takip atın, like atın videolara. Deməli, orada gəlirdi ki, tez sayda gəlirdi ki, düzəltmək videosu gəlsin də yayı və oku. Ok məndə bir dənə var idi. Yaydan yine birini düzəldəcəm. Hazırdır, onun orada bir də yeri var idi. Bu arada buranın yaxşı bir dənə yeri var. Şey keçirməyə belə. İpi keçirməyə. Deməli. İndi bunu yontalayacaq. Çünki bunun qıt-qıt yerləri, baxın, ağac qalır yerində. Artıq qutardı. Yaş ağac deyil də, yəni quru ağac olsa, lap quru da yox. Belə də normal quru ağac olsa daha yaxşı olar. İndi gəlin dostlar, bunu şukulkalayaq ki, düz olsun. İndi isə mən belə yayın tozun şeyində, yəni ipin, mən bu şeydən prespindən edirəm. Prespin normal ayarlayıram ona görə. Bunu indi isə bağlayacağım bura. Bunun burada yeri var. Yer açmağa ehtiyac yoxdur. Tam sıxırsınız açılmasın deyə. Allah. Bunu da oradan getirirsiniz. Dediyim kimi yeri var burada. Bunu da bağlayaq bura. Hazır. Beləsinə indi bunu necə çıxartsınız? Gəlin onu da göstərim. Dostlar, deməli bu gördüyünüz kimi belədir. İndi bunu elə eləyəcəm ki, belə çox möhkəm olacaq da bu. Gəlin buradan sıxacağam. Baxın. Buradan belə eləyirsən və onu dolayırsan bir dəfə başına. Allah. Oxun belə olmağı daha çox getməyinə səbəb olur. Ona görə də belə yaxşıdır. Sıxsınız, bir də sıxa bilərsiniz. Gəlin bir də sıxaq. Tamam. Məndə bir dənə ox var, gəlin onu sınayaq. Ox düzəltməyi də göstərəcəm sizə. Məndə dostlar, gördüyünüz kimi belə bir dənə ox var. Oxun burasına tük bağlamalısan ki, lələk deyirlər buna. 3 dənə tük bağlamalısan ki, ox düppədüz atdığın yerə geçsin. Bax, düppədüz gedəcək. Harada açın, gəlib yerə düz düşməyini istəyirsinizsə, bir dənə buna mismal bağlayırsınız. Zannedirsiniz, çox asad bir şeydir. Onu da indi sizə göstərəcəm də yəni. Baxın, indi isə atıram. 3 barmaq, yəni belə, hər cür ata bilərsiniz. Mən 3 barmaq atıram, əlim yorulmasın deyə. Dəymədən gəldi, tam gördüyünüz kimi beləsinə girdi yerə. Oxa diqqətlə baxın, hara gedəcək, onu bilin. Gördünüz dostlar.
Düppədüz gedir. Baxın dostlar. Düppədüz. Gördünüz? Gəlin oxunun düzəlişinə keçək. Biz dostlar nətər olur o? Elə ki, düppədüz getmək, yəni düppədüz gəlib yuxarı aşağı düşməyi necə olur? O prosesi sizə deyim. Bu oxun lələyi var, babalar, 3 dənə. Bu onu qoymur ki, əyrilsin, bir-birini tənzimləyir, yəni fırlana gedir. Düppədüz getmir, fırlanır. Ona görə ox düppədüz gedir. Yəni fırlana düppədüz gedir də. Yəqin ki, başa düşdünüz. Yuxarı gedəndə də necə istəyirsinizsə aşağı düşsün, gəlsin, mıxlansın yerə. O da ki, başına mismar bağlayırsınız ki, ağırlığı belə olsun da, yəni. Birinci deməli, belə bir düz ağac tapmalısınız, düz ağac. Düzdür, biraz əyrilik ola bilər, amma düz olmalıdır ağac. Yoxsa istədiyiniz yerə getməyəcək. Bu ağacı yontalayırsınız, beləsinə qəşəng. Dostlar, incəliyin. Hər şeyini düzəltdim. Qaldı bir dənə şkulkalamaq. Gətirək şkulkalayaq, tam hazırdır. Bu da dostlar, şüşə kimi. İndi getdik tüklərin bir-birinə keçirməyə. Deməli dostlar, okumuz buradadır. Biraz ağır olmalıdır ki, hər dəfə daha dəqiq geçsin. Hara vurursunuzsa ora daha dəqiq geçsin. İndi bizə belə tüklərdən lazımdır. Belə, baxın, yəni belə quş tüküdür, bunlar hamısı. Yerdən yəni tapa bilərsiniz. Bir dənə belə sap lazımdır. Barmaq qoyulana qədər belə atırsınız da, deməli. Ya belə atırsınız, ya belə atırsınız. Bura. Buradan biraz yuxarı. Təbii ki, belə olacaq da. Bu tükü, belə tükü ikiyə bölə də bilərsiniz. Yarı belə burasını çıxarda da bilərsiniz. Mən burasını çıxardacağım. Çünki quşun kökü zəifdir. Bunu həm yapışdırıcı ilə də yapışdıra bilərsiniz. 105 və ya başqa yapışdırıcılarla. Sapla da edə bilərsiniz. Diqqətlə qulaq asın. Buradan kəsirsiniz. Burada yer qalmalıdır. Yer qalmalıdır ki, sapı dolamağa. Yerdə ki, belə kəsək. Burada yer açmalısınız ki, buradan da sapı keçirdə biləsiniz. Bu iş biraz səbir gərəkdirir. Düşlər demişəm. Bir lələyimiz artıq hazırdır. Səliqəli şəkildə qalacaq burada. Bu kök tərəfi var ha. Bunu çevirirsiniz bu izə. Sonra edirsiniz. Gördünüz? Tam belənsini olur. Sonra o şeylə dolayacaq indi. İkinci hazırdır. Biraz yorucu işdi. 1 saat üstündə əyləşirəm bir də oka görə. Sizlərə görə ki, video çıxardım. Neçə vaxt video gəlmirdi. 7-8 gündə artıq video gəlmir. Ona görə də like atın. Hazırdır. Getdi yataq baxaq artıq. Videomu bitireyim, yoruldum. Sonra dediyim başdan mismar dolamağı da gəlin göstərdim. Sıx doğruyorsunuz. Sağışlığınız qədər. Diqqətlə izləyin. Gördünüz dostlar, düppədüz.
Hoppa. Hiç düşdü. Şey də bildirmək istəyirəm ki, mən bunu axıracan yəni ki sıxsam çox möhkəm gedər, yəni ki 100 metrlərcə gedər. Özüm istəmirəm. Gördüyünüz dostlar. Heç barmaq bağlamasınız. Heç düşməz. O şəkildə dostlar siz kameradan çox görməyəcəksiniz çünki çox möhkəm gedir. Yəni hədəfi istədiyin yerə ata bilirsən yəni ki. Mükəmməl bir şey. Kanala abunə olun, videoya like atın çünki bu videoda çox əmək var. Saatlarımı verdim okla yaya. Abunə olun, like atın, sağ olun, salamat qalın.